Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Mirzəyeva Gülşən, kurikulum və müsahibə təlimçisiyəm. Müsahibə mərhələsində hazırlaşan bütün müəllimlərə uğurlar arzulayırıq və məhz sizlərə dəstək məqsədi ilə ekranda gördüyünüz 4 sualın izahını verəcəm. Bu kimi videoların davamlı olmasını istəyirsinizsə, zəhmət olmasa kimlər kanalımıza abunə deyilsə, kanalımıza abunə olsun, videomuzu bəyənməyi, öz düşüncələrinizi rəy bölməsində yazmağı və digər həmkarlarınızla da paylaşmağı unutmayın. Maraqlı suallarımız var. Keçid edirik birinci sualımıza. Sualımız belədir. Şagirdlərdə emosional intellektin formalaşdırılmasının hansı üstünlükləri var? Və yaxud da ki, sual bu şəkildə ola bilər ki, emosional intellekt şagirdlərdə hansı bacarıqları formalaşdırır? Gəlin ilk öncəliklə yadımıza salaq. Emosional intellekt bizim nəzəriyyəmizdir və kimin nəzəriyyəsidir? Golemanın nəzəriyyəsidir. Əgər ki, bu sualın cavabını bilmiriksə, Golemanın, yəni emosional intellekt nəzəriyyəsinin 5 komponenti var idi. Onları yadımıza salıb o şəkildə cavablandıra bilərik. Hansılar idi müəllimlər? Özünü dərk, özünü idarə etmə, motivasiya, sosial məlumatlıq və münasibətlərin idarə edilməsi. Deyə bilərik ki, şagirdlərdə özünü dərki, özünü idarə etməni formalaşdırır və üçüncü komponentimizə keçid edib orada da qeyd edə bilərik ki, daxili motivasiya şagirdlərdə güclü olduğu üçün onlar hər hansı bir uğursuzluqla qarşılaşdıqları zamanı təslim olmurlar. Dördüncü mərhələmiz nə idi? Sosial məlumatlıq, digər adı ilə empatiya. Şagirdlərdə empatiya bacarığını formalaşdırıb bu şəkildə qeyd edə bilərik. Empatiya nədir? Hər hansı bir insanın hisslərini öz hisslərimiz kimi yaşamaq, özümüzü onun yerinə qoymaq. Sonra 5-ci bizim komponentimiz münasibətlərin idarə edilməsi. Deyə bilərik ki, şagirdlər arasındakı münasibət düzgün şəkildə olur. Onlar bir-birini dinləyirlər, bir-birlərinə hörmətlə yanaşırlar. Əməkdaşlıqdır, ünsiyyət bacarıqları formalaşır. Bir sözlə sosial bacarıqlar şagirdlərdə formalaşdır. 5 dənə komponenti bitirib və sair deyə bilərsiniz və yaxud da ki, əlavə edə bilərsiniz ki, bayaq qeyd elədik, daxili motivasiya varsa, deməli şagirdlərdə nə var? Açıq düşüncə tərzi də formalaşır. Baxın, bunu da qeyd edə bilərsiniz. Bununla yanaşı, 2 mərhələni qeyd elədik, komponenti daha doğrusu. Özünü dərk, özünü idarə etmə. Bu varsa, deməli metakognitiv bacarıqları da şagirdlərdə formalaşdırır. Və şəxsiyyət kimi formalaşırlar. Hər hansı bir konfliktlər olduğu zaman 5-ci komponent nə idi? Münasibətlərin düzgün şəkildə idarə edilməsi. O konfliktləri düzgün şəkildə həll edə bilirlər. Və daxili motivasiya özünü idarə etmə olduğu üçün müəllimlər, şagirdlərdə akademik nailiyyət də artıq irəli səviyyədə olur. Onlarda akademik nailiyyət də artır. Məsələn üçün, hər hansı bir tapşırıq olduğu zaman, əgər ki, onu səhv ediblərsə, artıq nə edirlər? Daxili motivasiya olduğu üçün onu daha da yaxşı yerinə yetirməyə çalışırlar ki, bu da onların akademik nailiyyətlərin daha da irəli getməsinə şərait yaradır və s. kimi qeyd edə bilərik. Digər ikinci sualımız belədir. Sinifinizə yeni bir şagird gəlir və adaptasiya problemi yaşayır. Bu vəziyyətdə necə davranardınız? Ümumiyyətlə, yeni bir şagird ola bilər ki, başqa bir məktəbdən də gəlsin və yaxud da ki, məktəbin daxilində sinifini dəyişsin. Əlbəttə ki, yeni bir şagird gəlibsə, onun üçün yenidirsə, adaptasiya problemi yaşaması normal bir haldır. İlk öncəliklə biz bir müəllim olaraq şagirdi pozitiv şəkildə ilk gələn gündən qarşılamalıyıq, özümüzü təqdim etməliyik, şagirdin özünü təqdim etməsinə şərait yaratmalıyıq, həmçinin də sinif yoldaşlarının da özünü təqdim etməsinə məhz biz şərait yaratmalıyıq. Daha sonra isə biz bilirik ki, müəllim hər zaman nə etməlidir? Sinifdə dəstəkləyici və psixoloji bir mühiti yaratmalıdır. Və belə bir mühiti yaratması, bununla yanaşı şagirdi tanımalıdır, hər bir şagirdi tanımalıdır. Yeni şagird haqqında da məlumat əldə etməlidir, onu tanımalıdır və sinifdə də digər şagirdlərə olduğu kimi ona da fərdi şəkildə yanaşmalıdır. Və bununla yanaşı biz bilirik ki, şagirdlərə təkcə biliyi öyrətmirik, yəni biliyi ötürmürük. Onlarda müəyyən bir bacarıqları formalaşdırırıq. Hansılardır? Ünsiyyətdir, əməkdaşlıqdır, münasibətin düzgün idarə edilməsidir və müəllim inklüziv təhsili də yaratmalıdır sinifin daxilində, dəstəkləyici mühiti də. Əgər ki, bunlar varsa, artıq digər sinif yoldaşları da həmən yeni gələn şagirdi pozitiv şəkildə qarşılayıb, onunla tez bir zamanda düzgün şəkildə münasibət qura bilərlər, məktəbi tanıda bilərlər və s. Əgər biz sinifdə bu şəraitdə yaratmışıqsa, belə etməklə artıq şagird tez bir zamanda sinifə adaptasiya ola bilər. Digər üçüncü sualımız necədir? Deyir ki, sinifinizdə əvvəllər çalışqan və fəal olan bir şagird son günlərdə özünə qapanıb, dərslərdə iştirak etmir. Bu vəziyyəti necə dəyərləndirə və problemi aradan qaldırmaq üçün hansı addımlara atardınız? Hörmətli müəllimlər, ilk öncəliklə biz hər zaman şagirdlərimizi müşahidə edirik, izləyirik. İlk gündən artıq
bunu hiss etməliyik ki, şagirdimizdə müəyyən bir dəyişiklik var. Əvvəl məsəl üçün hər zaman fəal şəkildə iştirak edirdi, bugün pasiv şəkildədir. Daha sonra nə edə bilərik burada? Əlbəttə ki, biz ilk öncəliklə sağlam psixoloji bir mühitin yaratmalıyıq, dəstəkləyici bir mühiti yaratmalıyıq. Ola bilər ki, şagirdlər hansı bir problem varsa, özü bizə gəlib desin, bizə etibar edib onu desin, təhlükəsiz bir mühiti yaratmalıyıq. Əgər ki, belə bir hal varsa, şagird özünə qapanıbsa, biz şagirdlə fərdi şəkildə danışa bilərik və bu problemi aydınlaşdıra bilərik. Yeri gələndə, əgər ki, ehtiyac varsa, şagirdimizə dəstək göstərə bilərik. Və bilirik ki, hər zaman biz psixoloqla əməkdaşlıq etməliyik. Ola bilər ki, müəyyən bir hallar olsun, şagird ona görə özünə qapanıbdır. Psixoloqla əməkdaşlıq etməklə şagirdə dəstəyimizi göstərə bilərik ki, o da tez bir zamanda artıq əvvəlki kimi fəal şəkildə dərslərdə iştirak etsin. Digər sonuncu sualımız, qrup işi təşkil edərkən müəllim hansı məqamlara diqqət yetirməlidir ki, qrup işi effektiv və məqsədə yönlü olsun? Ümumiyyətlə, qrup işi təşkil etdiyimiz zaman, əgər ki, bu indi qeyd edəcəm məqamları. Bu məqamlara diqqət yetirməsək, sinifdə xaritə səs-küy olacaq. Hörmətli müəllimlər, şagirdlərdən bir qismi çox işləyəcək, digəri az işləyəcək. Məsələn üçün, hər hansı bir şagird digər şagirdin üzərində dominatlıq edə bilər. Bu zamanda artıq müəyyən bir narazılıq ola bilər və sinifdə yenə də qeyd edəm, xaritə səs-küy olacaq. Effektiv şəkildə alınmayacaq. İlk öncəliklə müəllim şagirdləri qrup işini hazırlamalıdır. Birdən-birə biz şagirdlərə qrup işi verə bilmərik. Daha sonra bilirik ki, bizim qruplarımız var. Heterogen və homogen. Yaxşı olar ki, heterogen qruplar olsun. Yəni, heterogen nə deməkdir? Müxtəlif şagirdlər. Necə? Sürətinə görə, potensialına, öyrənmə tərzinə, intellektinə və s. görə fərqlənən şagirdlər olsun. Məsəl üçün, qruplar var. A qrupu, B qrupu, C qrupu, D qrupu. A qrupunda da fərqli şagirdlər olmalıdır. Yenə də qeyd edirəm, bayaqlarımı qeyd etdiyim şəkildə B qrupunda da və digər qruplarda da. Sonra, müəllim nə etməlidir? Müəllimin iş bölgüsü, yəni iş bölgüsünü düzgün şəkildə aparmalıdır. Müəllimin monitorluğu, fasilitatorluğu güclü şəkildə olmalıdır, şagirdləri izləməlidir və burada qaydalar olmalıdır. Çox yaxşı olar ki, qaydaları şagirdlərlə bir yerdə artıq biz tərtib edək. Məsələn üçün, necə qaydalar ola bilər? Bir-birinizi sona kimi dinləyin, bir-birinizin fikirlərinə hörmətlə yanaşın və s. Bu şəkildə etməklə artıq bizim qrup işimiz daha məqsədə yönlü şəkildə olacaq, effektiv şəkildə olacaq. Ona görə də müəllim mütləq sürətdə bu məqamlara diqqət yetirməlidir ki, qrup işi, yenə də qeyd edirəm, effektiv və məqsədə yönlü şəkildə olsun. Bu şəkildə müəllimlər 4 dənə sualın ətraflı izahını sizlər üçün verdim. Ən sonda isə müsahibə dərslərimiz haqqında sizlərə məlumat vermək istəyirəm. Müsahibə dərslərimiz həm fərdi şəkildə, həm də ki, qrup şəklində tədris olunur. Fərdi dərslərimi mən tədris edirəm, qrup dərslərini isə Ayşə müəllimlə bir yerdə tədris edirik. Qeyd edim ki, müsahibə dərslərimizə xüsusi endirim var. Həm fərdi dərslərə, həm də ki, qrup dərslərinə. Və bilirik ki, bizə ünsiyyət çox vacib lazımdır. Müəllimlər var ki, məsəl üçün, gəlin bu şəkildə qeyd edim, ixtisasını yaxşı bilir. Amma danışmağa gələndə danışa bilmir, fikrini çatdıra bilmir. Ona görə də biz nə qədər bilsək də, bizə ünsiyyət mütləq sürətdə lazımdır. Biz isə müəllimləri, əlbəttə ki, dərsdə, yəni həm qrup dərsində, həm də ki, fərdi dərsdə müəllimləri danışdırırıq. Bir sual cavab edirik ki, müəllimlərdə o ünsiyyət bacarığı formalaşsın. Əgər siz də endirimli qiymətdən yararlanmaq və bizimlə bir yerdə uğur qazanmaq istəyirsinizsə, buyurub dərslərimizə qoşula bilərsiniz. Nömrə burada qeyd olunubdur 050 566 0061. Hörmətli müəllimlər, sağ olun. Növbəti videolarda görüşənədək.